Salam, bugün mən sizə coğrafiya test toplusu 1-ci hissə 2025-ci il səhifə 46-da bir neçə məsələlərin izahını verəcəyəm və digər məsələlərin izahını YouTube-a yükləmişəm. Kanala abunə olub həmin məsələlərin izahına baxa bilərsiniz. Kanala abunə olmaq, yəni ödənişsizdir. Sxemdə verilmiş A və B məntəqələri arasında ən qısa məsafə 8880 kilometrdir. B məntəqəsinin yerləşdiyi enliyə aid olan xüsusiyyətləri müəyyən edin. A və B məntəqəsinin yerləşdiyi enliklərə fikir verək. B məntəqəsi yerləşir 40 dərəcə şimal enliyi, A məntəqəsi yerləşir 40 dərəcə cənub enliyində. Və aralarındakı məsafə 8880 kilometrdir. Bizdən B məntəqəsinin yerləşdiyi enliyə aid olan xüsusiyyətləri soruşur. Əvvəlcə xüsusiyyətlərə baxaq. Demək, B məntəqəsi yerləşir 40 dərəcə şimal enliyində və payız gecə-gündüz bərabərliyi zamanı günorta günəş şüalarının düşmə bucağı 10 dərəcədir. Biz düsturlarımızdan bilirik ki, günəş şüalarının düşmə bucağını tapmaq üçün baxın, bu düsturdan biz istifadə etməliyik. Maksimum və minimum düşmə bucaqları düsturu vardır. Əgər günəş ekvatorda zenitdədirsə, baxın, günəşin ekvatorda zenitdə olduğu, yəni 0 qəbul edirik. Əgər ekvatorda zenitdədirsə. Biz bilirik ki, qeydlər edək, günəş 22 iyun tarixində 23,5 dərəcə şimal tropikində zenitdədir və 90 dərəcəlik bucaq altında düşür. 21 mart tarixi 23 sentyabr tarixində ekvatorda günəş zenitdədir və 90 dərəcəlik bucaq altında düşür. 22 dekabr tarixində günəş 23,5 dərəcə cənub enliyində zenitdədir. Baxın, 23,5 dərəcə şimal enliyi ilə 23,5 dərəcə cənub enliyi arasında qalan bütün məntəqələrdə, yəni bu enliklər arasında qalan bütün məntəqələrdə günəş zenitdə ola bilir. Yəni 90 dərəcəlik bucaq altında düşür. Yəni günəşin maksimum düşmə bucağı 90 dərəcə olur. Və qeyd edir payız gecə-gündüz bərabərliyi günü, yəni 23 sentyabr tarixində. Yaz gecə-gündüz bərabərliyi günü desə 21 mart tarixi, payız gecə-gündüz bərabərliyi günü desə 23 sentyabr tarixində nəzərdə tutulur. Və qeyd edir ki, payız gecə-gündüz bərabərliyi zamanı günorta günəş şüalarının düşmə bucağı 10 dərəcədir. Biz düsturumuzdan rəqəmləri yerinə qoyuruq. Günəş əgər ekvatorda zenitdədirsə 0 qəbul edirik. Birbaşa 90 dərəcədən enliyə çıxıb tapırıq 50 dərəcə. Deməli 50 dərəcə günəş şüalarının düşmə bucağı 50 dərəcə olur. Sonra qeyd edir ki, şimal qütbündən 5550 kilometr məsafədə yerləşir. Şimal qütbü yerləşir, demək 90 dərəcə qəbul ediriksə, biz 40 dərəcə şimal enliyi ilə şimal qütbü arasında dərəcə fərqi 50 dərəcədir. Yəni meridian xətti üzrə hərəkət ediriksə, 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr, 50 dərəcə x. Buradan tapırıq 5550 kilometr. Doğrudan da bu ifadə doğrudur. Şimal qütbündən 5550 kilometr məsafədə yerləşir. Sonra qeyd edir ki, yay gün dönümündə günəş şüalarının düşmə bucağı 56,5 dərəcədir. Yay gün dönümü gün deyirsə, deməli günəş 22 iyun tarixində şimal tropikində zenitdə olur. Və 40 dərəcə şimal enliyində biz maksimum düşmə bucağı düsturundan istifadə edirik. Baxın, düsturu burada qeyd etmişəm. Rəqəmləri yerinə qoyub tapırıq, demək 73,5 dərəcə. Deməli, yay gün dönümü günü 40 dərəcə şimal enliyinə günəş şüalarının maksimum düşmə bucağı 73,5 dərəcə olar. Bu ifadə səhv ifadədir. Qış gün dönümündə günorta günəş şüalarının düşmə bucağı 26,5 dərəcədir. Qış gün dönümü günü deyirsə, biz minimum düşmə bucağını tapmalıyıq. Və 90 dərəcəni çıxırıq 40 dərəcə, üstə gələnsə 23,5 dərəcə.
Qış gün dönümü deyirsə, Günəş 22 dekabr tarixi 23,5 dərəcə cənub enliyində zenitdə olur və 90 dərəcədən çıxırıq 63,5 dərəcəni tapırıq 26,5 dərəcə. Doğrudan da minimum Günəş şüalarının düşmə bucağından, yəni düsturunda rəqəmləri yerinə qoyduq, tapdıq 26,5 dərəcə. Bu ifadə doğrudur. Qütb ulduzunun görünmə bucağı 50 dərəcədir. Xeyr, çünki baxın, qütb ulduzu şimal yarımkürəsində yerləşən bütün məntəqələr qütb ulduzunu görə bilir. Lakin burada deyir ki, 50 dərəcədir. Qütb ulduzu hansı bucaq altında görünürsə, məntəqənin də enliyi həmən demək ki, məntəqə, misal üçün, əgər 40 dərəcə bucaq altında düşürsə, deməli, məntəqə yerləşir 40 dərəcəlik paraleldə. Əgər 50 dərəcəlik bucaq altında düşürsə, deməli 50 dərəcəlik paraleldə. Bax, bu cür qəbul olunur. Yəni, bu ifadə səhv ifadədir. Çünki məntəqəmiz yerləşir 40 dərəcə şimal enində, yəni 40 dərəcəlik paraleldə. Və qütb ulduzunu yalnız şimal yarımkürəsindəki məntəqələr görə bilir. Və bir də mülayim işıqlanma qurşağında yerləşir. Fikir versək, biz işıqlanma qurşağına fikir versək, işıqlanma qurşağının sərhədləri 23,5 dərəcə şimal tropiki, şimal enliyi və 66,5 dərəcə şimal enliyi. Baxın, bu ərazilərdə, bu iki enliyi arasında qalan bütün ərazilər mülayim işıqlanma qurşağında yerləşir. Bu ifadə doğrudur. Burada doğru cavab 2, 4, 6 qeyd etmişəm. Məsələ 121-ə baxaq. Sxemdə verilmiş A və B məntəqələri arasında ən qısa məsafə 6660 km-dir. B məntəqəsinin yerləşdiyi coğrafi enliyə aid olan xüsusiyyətləri müəyyən edin. Burada da yenə B məntəqəsinə aid xüsusiyyətləri istəyir. B məntəqəsi yerləşir 20 dərəcə şimal enliyində. Yəni 20 dərəcəlik paraleldə yerləşir. Və payız gecə-gündüz bərabərliyi günü günorta günəş şüaları düşmə bucağı 20 dərəcədir. Yenə də demək, payız gecə-gündüz bərabərliyi günü deyirsə, 23 sentyabr tarixində günəş ekvatorda zenitdədir. Ona görə də biz 90 dərəcədən birbaşa 20 dərəcəni çıxıb tapırıq bucağımızı. Günəş şüalarının düşmə bucağı olur 70 dərəcə. Burada isə 20 dərəcə deyir. Deməli, bu səhvdir. Sonra ekvatordan 2220 km məsafədə yerləşir. Ekvator yerləşir 0-cı paraleldə. 20 dərəcə şimal enliyi ilə ekvator arasında dərəcə fərqi 20 dərəcədir. Və meridian xətti üzrə hərəkət edilirsə, 1 dərəcəlik qövsün uzunluğu 111 km, 20 dərəcə x 2220 km. Deməli, bu cavab doğrudur. Ekvatordan 2220 km məsafədə yerləşir. Yay gün dönümündə günəş şüalarının düşmə bucağı 53,5 dərəcədir. Yay gün dönümü gün deyirsə, 23,5 dərəcə şimal enliyində günəş şimal tropikində zenitdədir. 23,5 dərəcə 22 iyun tarixində. Və bucaq bərabərdir. Məntəqə çıxılsın günəşin zenitdə olduğu enlik. 90 dərəcədən çıxırıq 20, çıxılsın 23,5 dərəcə. Toplayıb tapırıq 93, yəni maksimum düşmə bucağı maksimum 90 dərəcədir. Həmən əraziyə maksimum düşmə bucağı 90 dərəcədir. 20 dərəcəlik enliyə, çünki bayaq qeyd etdim. Baxın, 23,5 dərəcə şimal enliyi ilə 23,5 dərəcə cənub enliyində arasında qalan bütün məntəqələrdə, həmçinin 20 dərəcə şimal enliyində günəşin maksimum düşmə bucağı 90 dərəcədir. 90 dərəcədir. Yəni, bizim maksimum düşmə bucağımız 90 dərəcədir. Burada isə qeyd edir ki, yay gün dönümü günü, günorta günəş şüalarının düşmə bucağı 53,5 dərəcədir. Xeyr, bu səhvdir. Və qeyd edir, digər variantlara baxaq. Qış gün dönümündə günorta günəş şüalarının düşmə bucağı 46,5 dərəcədir. Qış gün dönümü deyirsə, minimum düşmə bucağı düsturu var. 90 dərəcə çıxılsın 20, üzərinə gəlir 23,5 dərəcə. Buradan çıxıb tapırıq 46,5 dərəcə. Bu oldu bizim minimum düşmə bucağı düsturumuz. Yəni 20 dərəcə şimal enliyinə günəş şüalarının minimum düşmə bucağı 46,5 dərəcədir. Bu doğru cavabdır.
Bu doğru cavabdır. Günəş ildə 2 dəfə zenitdə olur. Bəli, Günəş ildə 2 dəfə zenitdə olur. Bayaq qeyd etdim. Və qütb ulduzu 70 dərəcə bucaq altında görünür. Xeyr, bayaq qeyd etdim. Günəş 20 dərəcəlik enliyə 20 dərəcə bucaq altında düşər. Daha doğrusu Günəş şüaları hansı bucaq altında düşürsə, yəni məsələnin şərtində əgər verilirsə ki, tutaq ki 50 dərəcəlik qütb ulduzu 50 dərəcəlik paraleldə və yaxud da 50 dərəcəlik bucaq altına düşürsə, deməli əgər qeyd edilərsəydi ki, qütb ulduzu 20 dərəcəlik bucaq altında görünür, deməli həmin variant düzgün olardı. Lakin burada qeyd edir ki, qütb ulduzu 70 dərəcə bucaq altında görünür. Yəni bu səhv variantdır. Məsələ 130-a baxaq. Günəş 15 dərəcə cənub enliyində zenitdə olduqda Bakı şəhərində günəş şüalarının düşmə bucağını müəyyən edin. Və günəşin demək düşmə bucağı günəş 15 dərəcə cənub enliyində zenitdədir. Minimum düşmə bucağına baxmalıyıq. Bizim minimum düşmə bucağı 90 dərəcə çıxılsın. 40 üzərinə gəlirik 15 dərəcə. Buradan tapırıq 35 dərəcə. Əgər günəş 15 dərəcə cənub enliyində zenitdədirsə, deməli günəşin düşmə bucağı 35 dərəcə olar. Məsələ 131-ə baxaq. Günəş 15 dərəcə şimal enliyində günorta vaxtı zenitdə olduğu vaxt Bakı şəhərində günəş şüalarının günorta vaxt düşmə bucağı neçə dərəcə olduğunu müəyyən edin. Günəş 15 dərəcə şimal enliyində zenitdədir. Bakı yerləşir. Demək 40 dərəcə şimal enliyi 50 dərəcə şərq uzunluğunda yerləşir və günəş 15 dərəcə şimal enliyində zenitdədir. Və biz maksimum düşmə bucağı düsturundan istifadə etməliyik. Rəqəmləri yerinə qoyub tapırıq 65 dərəcə. Yəni günəşin düşmə bucağı 65 dərəcə olar. Məsələ 132-yə baxaq. 22 dekabrda günorta vaxtı 60 dərəcə şimal enliyində yerləşən şəhərə günəş şüaları hansı bucaq altında düşər? 22 dekabr tarixində günəş 23,5 dərəcə cənub enliyində zenitdə olduğu üçün bura minimum düşmə bucağı düsturundan istifadə etməliyik. Bucaq bərabərdir. Rəqəmləri yerinə qoyuruq, tapırıq buradan 6,5 dərəcə. Yəni günəş şüalarının düşmə bucağı 6,5 dərəcə olar. Məsələ 133-ə baxaq. 133-də 22 dekabrda günorta vaxtı şimal tropikinə günəş şüaları hansı bucaq altında düşür? 22 əgər demək şimal tropiki yerləşir 23,5 dərəcə şimal enliyi və 22 dekabrda günəş 23,5 dərəcə cənub enliyində zenitdə olduğu üçün biz demək minimum düşmə bucağı düsturundan istifadə etməliyik. 90 dərəcə çıxılsın 23,5 dərəcə və buradan rəqəmləri yerinə qoyub tapırıq 43 dərəcə. Deməli şimal tropikində 47 dərəcə bucaq altında düşər. Günəş şüalarının düşmə bucağı 47 dərəcə olar. 43 dərəcə, daha doğrusu 43 dərəcə olar. 43 dərəcə olar. Məsələ demək 134-ə baxaq. Günəş şüalarının yaz gecə gündüz bərabərliyi günü. Yaz gecə gündüz bərabərliyi gün deyirsə, deməli 21 mart tarixi günəş ekvatorda zenitdədir. Günorta vaxtı 50 dərəcə bucaq altında düşdüyü şimal və cənub yarım kürələrində yerləşən məntəqələr arasındakı ən qısa məsafə 1-in 40 milyona nisbəti miqyaslı xəritədə neçə santimetr olduğunu müəyyən edin. Əgər 50 dərəcə bucaq altında düşürsə və günəş ekvatorda zenitdədirsə, biz məntəqəni tapmaq üçün bizim düsturumuz var idi. Baxın, bu düsturdan biz istifadə edirdik. Günəşin zenitdə olduğunu tapmaq üçün, günəşin hansı enlikdə zenitdə olduğunu tapmaq üçün demək düsturda A günəşin zenitdə olduğu enlik 90 dərəcə çıxılsın bucaq. Bir də məntəqəmizi tapmaq istəyirik, hansı enlikdədir. Və burada rəqəmləri yerinə qoyuruq. Günəş ekvatorda zenitdədir. 90 dərəcə çıxılsın
bucağımız 50 dərəcədir. Deməli, məntəqəmiz yerləşir 40-cı paraleldə və qeyd edir ki, bir-birlərindən demək yerləşən şimal və cənub yarımkürələrində yerləşən məntəqələr arasındakı ən qısa məsafə. Deməli, bir məntəqə yerləşir 40 dərəcə şimal enliyi, bir məntəqə yerləşir 40 dərəcə cənub enliyi və onlar arasındakı biz məsafəni tapırıq, meridian xətti üzrə hərəkət edirik. İkisi də müxtəlif yarımkürələrdə yerləşdiyi üçün bunları toplayırıq. Aralarında dərəcə fərqi 80 dərəcədir. 80 dərəcəni də biz kilometrə çeviririk. 1 dərəcəlik qövsün uzunluğu, meridian qövsün uzunluğu 111 kilometrdir. 80 dərəcə x buradan tapırıq 8880 kilometr. Miqyasımız 400 kilometrdir. Çünki biz ədədi miqyası, yəni adlı miqyası izahlı miqyasa çevirmək istəyiriksə, məxrəci 100 minə bölürük. Və 1 santimetrdə 400 kilometr. Xəritədəki məsafəni tapmaq istəyiriksə, biz həqiqi məsafəni miqyasa bölürük. Burada rəqəmləri yerinə qoyub tapırıq xəritədəki məsafə 22,2 cm tapmış oluruq. Məsələ 135-ə baxaq. Günəş şüalarının payız gecə-gündüz bərabərliyi günü günorta vaxtı 80 dərəcə bucaq altında düşdüyü şimal və cənub yarımkürələrində yerləşən məntəqələr arasında ən qısa məsafə 1-in 30 milyona nisbəti xəritədə neçə santimetr olduğunu müəyyən edin. Deməli, payız gecə-gündüz bərabərliyi gün deyirsə, günəş ekvatorda zenitdədir. Günəş ekvatorda zenitdədirsə, biz birbaşa 90 dərəcədən 80 dərəcəni çıxırıq, yəni bucağı çıxırıq. Və məntəqəmiz yerləşir 10-cu paraleldə. 10 dərəcə şimal enliyi ilə 10 dərəcə cənub enliyi arasında yenə də meridian xətti üzrə hərəkət ediriksə, dərəcə xətti, yəni burada müxtəlif yarımkürələrdə yerləşdiyi üçün toplayırıq 20 dərəcə və meridian xətti üzrə hərəkət ediriksə, 1 dərəcəlik qövsün uzunluğu 111 km, 20 dərəcə x buradan tapırıq 2220 km. Həqiqi məsafəmiz oldu 2220 km, miqyasımız 300 km. Xəritədəki məsafə bərabərdir. Həqiqi məsafə bölünsün miqyasa. Buradan tapırıq 7,4 cm tapmış oluruq. Məsələ 136-ya baxaq. Yaz gecə-gündüz bərabərliyi günü, yaz gecə-gündüz bərabərliyi gün deyirsə 22 iyun tarixi və yaz gecə-gündüz bərabərliyi günəş ekvatorda zenitdədir. 21 mart tarixində. Günəş şüalarının şimal yarımkürəsində 70 şimal və cənub yarımkürəsində demək şimal yarımkürəsində 70, cənub yarımkürəsində 40 dərəcə bucaq altında düşdüyü enliklər arasında ən qısa məsafəni kilometrlə müəyyən edin. Və qeyd edək, 71 məntəqədə şimal yarımkürəsində 70 dərəcə, cənub yarımkürəsində 40 dərəcə. Deməli, məntəqənin biri yerləşir və günəş ekvatorda zenitdədirsə 20 dərəcə şimal enliyində. Deməli, məntəqəmizin biri yerləşir 20 dərəcə şimal enliyində. Bir məntəqəmizdə yerləşir, yəni 90-dan 40-a çıxdıq, tapdıq 50 dərəcə cənub enliyində. Deməli, cənub yarımkürəsindəki məntəqə yerləşdi 50 dərəcə cənub enliyində, şimal yarımkürəsindəki məntəqə yerləşdi 20 dərəcə şimal enliyində. Onların arasındakı meridian xətti üzrə hərəkət ediriksə, dərəcə fərqi, yəni 20 dərəcə şimal enliyi müxtəlif yarımkürələrdə olduğu üçün toplayırıq. Aralarında dərəcə fərqi 70 dərəcə və 70 dərəcəni də kilometrə çeviririk. Meridian xətti üzrə hərəkət etdiyimiz üçün tapırıq 7770 kilometr. Bizdən məsafəni soruşur. 136-da. Bunlar arasında ən qısa məsafə. Və demək, məsələ 137-yə baxaq. Yay gün dönümü günü, günorta vaxtı cənub yarımkürəsində günəş şüalarının 23,5 dərəcə bucaq altında göründüyü enliklə Bakı şəhəri arasında ən qısa məsafəni kilometrdən müəyyən edin.
Yay gün dönümü gün deyirsə, deməli Günəş 23,5 dərəcə şimal enliyində zenitdədir. Bakı yerləşir 40 dərəcə şimal enliyində. Və əgər biz məntəqəmizi tapmaq istəyiriksə, Günəşin zenitdə olduğu enlik, yəni Günəş yay gün dönümü olduğu üçün 23,5 dərəcə şimal enliyində zenitdədir. Çıxırıq 90 dərəcə çıxılsın bucaq. Bucaq qeyd edir ki, bizə demək 23,5 dərəcə bucaq altında göründüyü enliklə. Və rəqəmləri burada yerinə qoyub, baxın bu mötərizənin içindəki rəqəm böyük olduğu üçün, buradakı rəqəmdən böyük olduğu üçün, deməli şimalın əksi cənub olacaqdır. Cənub yarımkürəsi 43 dərəcə cənub enliyi. Yəni məntəqəmiz yerləşər 43 dərəcə cənub enliyində yerləşər. Məntəqəmizi tapdıq, məntəqəmiz oldu 43 dərəcə cənub enliyi olar. Sonra qeyd edir ki, Bakı ilə həmin məntəqə arasında, həmin məntəqə ilə Bakı şəhəri arasında ən qısa məsafə. Müxtəlif yarımkürələrdə yerləşdikləri üçün, çünki Bakı yerləşir 40 dərəcə şimal enliyi, həmin məntəqə yerləşir 43 dərəcə cənub enliyi, meridian xətti üzrə hərəkət ediriksə, aralarında dərəcə fərqi 83 dərəcədir. 83 dərəcəni də çevirik kilometrə, 9213 kilometri tapmış oluruq. Məsələ 138-ə baxaq. Yay gün dönümü günü, günorta vaxtı, yay gün dönümü günorta vaxtı 6 dərəcə cənub enliyində yerləşən Jakarta şəhəri ilə Pekin şəhəri, yəni yerləşir 40 dərəcə şimal enliyi. Günəş şüalarının düşmə bucaqları arasındakı fərqi müəyyən edin dərəcə ilə. Yenə də yay gün dönümü deyirsək, Günəş 23,5 dərəcə cənub enliyində zenitdədir. Və demək bucaq bərabərdir 90 dərəcə çıxılsın, birbaşa məntəqədən, yəni 40-dan çıxırıq demək 23,5 dərəcəni, yəni Günəş zenitdədir 23,5 dərəcəlik enlikdə və 90-dan çıxırıq 16,5 dərəcə, tapırıq 73,5 dərəcə. Bu oldu bizim maksimum düşmə bucağımız, çünki Günəş şimal yarımkürəsində, yəni şimal tropikində zenitdədir və 40 dərəcəlik paraleldə maksimum düşmə bucağı 73,5 dərəcə olar. Və 6 dərəcə cənub enliyində isə minimum düşmə bucağından istifadə edirik. Burada bucaq bərabər 90 dərəcə çıxılsın 6, üzərinə gəlirik Günəşin zenitdə olduğu enlik bərabər 90 çıxılsın 29,5 dərəcə və minimum düşmə bucağı oldu 60,5 dərəcə. 6 dərəcə cənub enliyində Günəş şüalarının düşmə minimum düşmə bucağı oldu 60,5 dərəcə. Və onlar arasındakı fərq 13 dərəcə edər.